mesaj yazıb cavab verməyib, düşmən olub ondan. Deyir, mən bilməzdim bu belə təkəbbürüdür. Qardaş, bu təkəbbürü deyil, bunun 100 dənə işi var, cavab yaza bilmir. Mənim başıma gəlib, deyirəm. Mənə bir sürədən, mən sübut eləyə bilmirəm ki, oxumağa vaxtım olmur heç. Mən onlara oturub cavab yazsam, yəni mən işimi, gücümü atım gərək. Oturum səhərəcəm, mesajlaşım hamı ilə. Bu da mümkünsüz bir şeydir. Hamı da elə bilir, tək özüdür. Cavab verməyən kimi vəssalam, dünərəcən təriflədiyi adamı bugün heç boş adamıymış o. Öyle deyil. Quran deyir ki, vaxtı yoxdursa sənə dedi. Mən özümü misal çəkdim, başıma gəlib deyə mən böyük adam deyiləm. Sadəcə məşğulluğa görə deyirəm. İndi bir alimin əgər qapısına getmisənsə, səni qəbul eləmir, Quran buyurur ki, başı aşağı sal, qayıt deyiləm ki, ev yoxdur, vaxtı yoxdur. Bu ilə özünü test elə. O əzqaləkum. Bu sizi təmizləyir, qürurdan, təkəbbürdən.